xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Azərbaycanda elektron pul köçürmələri ilə bağlı yeni qaydalar təsdiqlənib. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətzadənin imzaladığı qərara əsasən maliyyə institutlarının maliyyə monitorinqi xidmətinə təqdim etməli olduqları elektron pul köçürmələrinin minimum həddinin hesablanma qaydası yenilənib. İlk növbədə qeyd edək ki, bu qərar vətəndaşların bank hesablarına və ya gündəlik pul köçürmələrinə yeni vergi tətbiqi və ya əlavə ödəniş anlamına gəlmir. Burada əsas dəyişiklik elektron pul köçürmələrinin məbləğinin artırılması deyil, həmin məbləğin hansı qayda ilə hesablanacağı ilə bağlıdır. Mövcud qanunvericiliyə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq maliyyə institutları müəyyən edilmiş həddə bərabər və ya ondan yuxarı elektron pul köçürmələri barədə maliyyə monitorinqi xidmətinə məlumat və müvafiq sənədlər təqdim etməlidirlər. Yeni qərara əsasən isə bu minimum hədd bir təqdim ili üzrə hesablanacaq. Məbləğ yenə də 20 min manat və ya ona ekvivalent xarici valyuta olaraq qalır. Lakin fərq ondadır ki, bu hədd artıq təqvim ili çərçivəsində qiymətləndiriləcək və müştərinin həmin il ərzində həyata keçirdiyi hər növbəti elektron pul köçürməsi əməliyyatına münasibətdə tətbiq olunacaq. Başqa sözlə desək, əvvəlki qaydada da minimum hədd 20 min manat idi. Yeni qərarla həmin məbləğ artırılmayıb. Dəyişən yalnız onun tətbiq və hesablanma mexanizmidir. Bu səbəbdən də qərarın mahiyyəti yeni məbləğ müəyyən etmək deyil, mövcud həddin daha dəqiq və vahid qaydada tətbiq edilməsini təmin etməkdir. Mütəxəssislərin fikrincə, bu dəyişiklik maliyyə əməliyyatlarının daha şəffaf şəkildə izlənilməsi, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılmasının qarşısının alınması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin minimuma indirilməsi məqsədi daşıyır. Eyni zamanda bu yanaşma beynəlxalq maliyyə monitorinqi standartlarına uyğunluğun gücləndirilməsinə xidmət edir. Qərarda digər mühüm məqam da öz əksini tapır. Belə ki, öhdəlik daşıyan şəxslər bu qərar qüvvəyə minənədək müştərisi olduqları hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri barədə məlumatların Azərbaycan Respublikasının maliyyə monitorinqi xidmətinə təqdim edilməsini təmin etməlidirlər. Bu məlumatların təqdim olunması üçün son tarix 2027-ci il dekabrın 31-i müəyyən edilib. Qeyd edək ki, benefisiar mülkiyyətçi dedikdə hüquqi şəxsdən faktiki olaraq faydalanan, ona nəzarət edən və ya son nəticədə həmin şirkətin fəaliyyətindən gəlir əldə edən fiziki şəxs nəzərdə tutulur. Bu məlumatların toplanması və təqdim olunması beynəlxalq maliyyə şəffaflığı tələblərinin vacib hissəsi hesab edilir. Məlumat üçün bildirək ki, sözü gedən qərar 2026-cı il aprelin 21-də imzalanıb və 2026-cı il oktyabrın 1-dən qüvvəyə minəcək. Həmin tarixdən etibarən maliyyə institutları yeni hesablanma qaydasına uyğun fəaliyyət göstərəcəklər. Bir daha vurğulayaq ki, qərarda elektron pul köçürmələrinin minimum məbləği artırılmayıb. Əsas yenilik həmin məbləğin bir təqvim ili üzrə hesablanması və müştərinin il ərzində həyata keçirdiyi növbəti elektron köçürmə əməliyyatlarına da bu qaydanın tətbiq olunmasıdır. Beləliklə, yeni qərarın əsas məqsədi maliyyə monitorinqi sisteminin daha səmərəli işləməsini təmin etmək, maliyyə əməliyyatlarında şəffaflığı artırmaq və qanunvericiliyin beynəlxalq standartlara uyğun tətbiqini gücləndirməkdir. Mövzu ilə bağlı yeni rəsmi açıqlamalar və əlavə dəyişikliklər olarsa, sizi operativ şəkildə məlumatlandıracağıq.